Deyirəm maşallah olsun, nə qədər çox baş bilənimiz var imiş. Deməli, kommentariyalar izləyirəm. TikTokda, Instagramda bəzilər yazır ki, qardaş sən heç bilmirsən stok nədir. İlk öncə bu video sonuna qədər izlə. Mən 14 il bundan öncə 2012-ci ildə universitetə daxil olmuşam və mexanika mühəndisliyi bitirmişəm. Və mən uzun illər mexanika mühəndisliyi üzrə dərslərimi keçmişəm, imtahanlarımı vermişəm, sonra diplomumu müdafiə eləmişəm. O vaxtların bizim bir müəllimimiz var idi, Səmid Xəlilov müəllimimiz var idi. Allah canını sağ eləsin, sağdırsa, rəhmətə də gedibsə Allah obisi dünyasını versin, bizə dərs keçirdi bu mövzularla bağlı. Mühərrik neçə hissədən ibarətdir, hansı hissələrdən ibarətdir, mühərrikin iş prinsipi necədir, necə işləyir, stuk nə zaman olur, stuk ümumiyyətcə səs deməkdir. Yəni siz indi ola bilsin rus dillisiniz, amma mən elmi dildə, Azərbaycan dilində, rəsmi öz dilimizdə, ana dilimizdə mən bu fənni keçmişəm. Mən bunu öyrənmişəm 14 il bundan öncə. Sadəcə deməkdə məqsədim ondan ibarətdir ki, hərədən 1-2 söz öyrənib TikTokda, Instagramda komment yazırsınız. Vallahi yəni deyirəm, onu mən sizə elmi dildə izahını eləyərəm ki, stokun neçə növü var. Siz elə bilirsiniz ki, val tutdu, krank mili fırlanmadı, deməli motor stokdur. Stokun da 4 növü var. Bunların 3'ü mexaniki problem nəticəsində əmələ gələn prosedurdur. Biri isə yanma proseduru. Buna da detonasiya deyilir. Vaxtından əvvəl partlayış zamanı yanma kamerasında yanma vaxtından əvvəl getdiyi halda detonasiya əmələ gəlir və mühərrikin stokuna səbəb ola bilir. Stok ümumiyyətcə səs deməkdir. Yerdə qalan 3 dənə də problem isə mühərrikin stokun, yəni mühərrikin dayanmasına, mühərrikin xarab olmasına səbəb 3 dənə mexaniki haldır. Bir piston qrupu ilə bağlı, yəni piston halqacıqları ilə bağlı problem olduğu zaman, ikinci qaz paylayıcı mexanizmlərdə problem olduğu zaman, yəni gidrokompensatorlarda problem olduğu zaman və s. və s. İndi mən onu uzun saymaq istəmirəm. İkincisi isə krank mexanizmi ilə bağlı problem olduğu zaman. Bu isə yəni krank mili, yəni valla bağlı problem olduğu zaman. Ümumiyyətcə bu 3 mexanizmin əsas problemi, əsas stok olmasının səbəbi ondan ibarətdir ki, qardaşlar, mühərrikə yağ normal işləmir. Yağ dövriyyəsi normal olmur və nəticədə detala birbaşa sürtünmə yaranır. Detalla detal arasında yağ mexanizmi olmalıdır ki, yağ dövr eləməlidir ki, detalla detal birbaşa sürtünmə yaratmasın. Və yağ zəif olduğu halda və yaxud da ki, mühərrikdə yağ az olduğu zaman və yaxud da ki, yağ dövriyyəsi, yağ təzyiqi mi deyək mi, normal olmadığı halda və birbaşa başlayır metal metala kontak yaradır. Və bu kontak nəticəsində impuls əmələ gəlir və impulsun nəticəsində də yüksək zərbələr nəticəsində və başlayır mühərrik stok olmağa, sizin dilinizdə desək. Buna görə də belə bir video çəkdim ki, aydın olsun. Kimə də aydın deyilsə problem deyil. Yazsın, elmi dildə sübut eləməyə, deməyə, izah eləməyə doğrusu hazıram. Təşəkkürlər, özünüzdən müğayət olun. Allah ürəyinizə görə versin. Təşəkkürlər, sağ olun.